Ağdam rayonunda faciəvi hadisə baş verib. Xaçınçay su anbarında ata və 2 övladı bataraq həyatını itirib. Hadisə yerinə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupları cəlb olunub. Ağdamda ata və 2 övladı suda batıb. Hadisə rayonun Xaçın-Dərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında qeydə alınıb. İlkin məlumata əsasən ata 2 yeniyetmə övladı ilə birlikdə su anbarında çimərkən batıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupları cəlb olunub. Axtarışlar nəticəsində 1985-ci il təvəllüdlü Şərif İskəndərov və onun 2008-ci il təvəllüdlü oğlu Tunar İskəndərov və 2009-cu il təvəllüdlü qızı Fidan İskəndərli boğularaq ölüb. Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.